Biopsiya haqqında xanımlar arasında geniş yayılmış yanlış fikirlər haqqında danışmaq istəyirəm. Birinci, biopsiya məsləhət bilinibsə, bu mütləq düyünün xərçəng olduğunu göstərir. Bu fikir tamamilə yanlışdır. Biopsiya törəmənin quruluşu haqqında, xarakteri haqqında məlumat verməkdən ötrüdür və bu nəticənin mütləq qaydada xərçəng olduğunu göstərmir. İkinci, biopsiya icra olunursa, düyün gələcəkdə xərçəngə çevrilə bilər. Üçüncü, biopsiya icra olunursa, düyün metastaz verərək bədəndə yayılır. Xeyr, biopsiya düyünün xərçəngə çevrilməsinə və metastaz verməsinə səbəb olmur. Və dördüncü ən önəmli punkt, biopsiya icra olunubsa, mütləq qaydada düyün əməliyyat olunaraq götürülməlidir. Bu fikir də yanlışdır. Biopsiya nəticəsindən əsasən müalicə planlaşdırılır və bu mütləq qaydada əməliyyat olmalıdır demək deyil. Diqqətli olaq və zamanında təklif olunmuş biopsiyadan imtina etməyək.